قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Biz dedik, hamınız oradan yerə inin. Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Şərhdə buyurur: "Qulna lehum enzilu cemi'an minel cennet ila'l ard. Fe in ca'atkum hidayetun ala eydi rusuli femen tebi'a ve amene bi rusuli fela khawfun aleyhim fil ahire ve la hum yahzanun ala ma fatahum mined dünya." Onlara dedik, hamınız cənnətdən yer üzünə inin. Əgər mənim elçilərim vasitəsilə sizə bir hidayət gələrsə, doğru yol gələrsə, kim ona tabe olub elçilərimə iman gətirərsə, axirətdə onlar üçün heç bir qorxu yoxdur və onlar dünyada əldən verdiklərinə görə kədərlənməzlər. وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. Kafir olub ayələrimizi yalan sayanlar od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Təfsirdə buyurur ki: وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُولَٰئِكَ هُمْ أَصْحَابُ النَّارِ الْمُقِيمُونَ فِيهَا. Yəni amma deyir o kəslər ki, Allahı inkar etdilər. Allahı inkar etdilər və yəni ayələrimizi inkar etdilər. Həmçində yalan saydılar. Məhz onlar od əhlidirlər və orada daimi qalacaqlar. Ya bani İsrail ezkuru ni'metiyelleti en'amtu aleykum ve evfu bi ahdi ufi bi ahdikum ve iyyaya ferhabun. Ey İsrailoğulları! Sizə bəxş etdiyim nemətimi yadınıza salın və mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə məndən qorxun. Şərhdə buyurur ki: Ya əbnən nəbiyyəllahi Yaqub təzəkkəru ni'məllahi əl-mütətəliyyə aleykum vəşkuruhə وَالْتَزِمُوا بِالْوَفَاءِ بِعَهْدِ إِلَيْكُمْ مِنَ الْإِيمَانِ بِي وَبِرُسُلِي وَالْعَمَلِ بِشَرَائِعِهِ فَإِنْ وَفَيْتُمْ بِهِ أُوفِيتُ بِعَهْدِي لَكُمْ فِيمَا وَعَدتُكُمْ بِهِ مِنَ الْحَيَاةِ الطَّيِّبَةِ فِي الدُّنْيَا وَالْجَزَاءِ الْحَسَنِ يَوْمَ الْقِيَامَةِ وَإِيَّايَ وَحْدِي فَخَافُونِي وَلَا تَنْقُضُوا عَهْدِي. Ey Allahın Peyğəmbəri Yaqubun övladları! Allahın sizə ard-arda verdiyi nemətlərini xatırlayın və onlara şükür edin. Mənə və elçilərimə iman gətirmək, qanunlarıma əməl etmək barədə verdiyiniz əhdə sadiq qalın. Əgər siz bu əhdə vəfa etsəniz, mən də sizə vəd etdiyim dünyada xoş həyat və qiyamət günündə gözəl mükafat vədinə vəfa edərəm. Yalnız məndən qorxun və əhdimi pozmayın. وَآمِنُوا بِمَا
أنزلت مصدقا لما معكم ولا تكونوا أول كافر به ولا تشتروا بآياتي ثمنا قليلا وإياي فاتقون. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyim Qurana iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın. Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız məndən qorxun. Şərhə baxaq. Və aminu bil Qur'anillezî enzeltuhu alə Muhammedin sallallahu aleyhi və səlləm muvafiqan limə cəə fit-Tevrat qablə tahrifihə fi şə'ni tevhidillah və nübüvvəti Muhammedin sallallahu aleyhi və səlləm vahzəru min ən təkunu əvvələ fəriqin yəkfuru bih və la təstəbdilu bi ayətilləti enzeltuha themenen qalilan min cahin ve riasetin vettekû gadabi ve azabi. Muhammed'e sallallahu aleyhi ve selleme nazil ettiğim Allah'ın birliği ve Muhammed'in sallallahu aleyhi ve sellemin peygamberliği hususunda Tevrat'ın təhrif olunmamış yani versiyasında olanlara uygun gelen Kur'an'a iman getirin. Onu inkar eden ilklerden olmayın. Yani ilk olmaktan çekinin. Nazil ettiğim ayələrimi dünyavi, mənsəb və riyaset kimi az bir dəyərə, qiymətsiz bir şeylərə dəyişməyin. Mənim qəzəbimdən və əzabımdan qorxun. وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ. Özünüzlə bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. وَلَا تَخْلِطُوا الْحَقَّ الَّذِي أَنْزَلْتُهُ عَلَى رُسُلِي بِمَا تَفْتَرُونَ مِنْ أَكَاذِيبٍ وَلَا تَكْتُمُوا الْحَقَّ الَّذِي جَاءَ فِي كُتُبِكُمْ مِنْ صِفَةِ مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ مَعَ عِلْمِكُمْ بِهِ وَيَقِينِكُمْ مِنْهُ. Mənim elçilərimə nazil etdiyim haqqı öz uydurduğunuz yalanlara qarışdırmayın. Kitablarınızda, yəni Tövrat və İncildə mövcud olan Muhammed sallallahu aleyhi ve sellemin vəsfini, yəni onun gələcək barədə xəbərləri bilə-bilə və ondan tam əmin olduğunuz halda gizlətməyin. وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ. Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin. Və şərhdə وَأَدُّوا الصَّلَاةَ تَامَّةً بِأَرْكَانِهَا وَوَاجِبَاتِهَا وَسُنَنِهَا وَأَخْرِجُوا الزَّكَاةَ أَمْوَالِكُمُ الَّتِي جَعَلَهَا اللّٰهُ فِي أَيْدِيكُمْ وَاخْضَعُوا لِلّٰهِ مَعَ الْخَاضِعِينَ لَهُ مِنْ ümmeti Muhammedin sallallahu aleyhi ve sellem. Yani namazı, rükunləri, vacibləri və sünnələri ilə tam şəkildə yerinə yetirin. Allahın sizin əllərinizə verdiyi malların zəkatını çıxarıb verin. Allahın qarşısında Muhammed sallallahu aleyhi ve sellemin ümmətinin itayətkar bəndələri ilə birlikdə boyun əyin, yəni təvazökarlıq edin. أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ
أفلا تعقلون. Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüzü unudursunuz, məgər anlamırsınız? Və şərhdə buyurur ki, Mə əqbəhə ən tə'muru qayrakum bil iman və fi'lil xayri və tu'ridu əntum anhu nasinə ənfusakum və əntum təqra'unə təvratə aliminə bima fiha min el-emr bittiba'i dinillah ve tasdiqi rusulihi. Efela tentefi'une bi uqulikum. Mənası budur ki, yəni bağışlanmaz bir çirkinlikdir ki, siz başqalarına imanı və xeyir işlər görməyi əmr edirsiniz. Lakin özünüzü unudaraq ondan üz döndərirsiniz. Halbuki siz Tövratı oxuyursunuz və orada Allahın dininə tabi olmaq, onun elçilərini təsbih etmək barədə olan əmrləri bilirsiniz. Məgər ağlınızdan istifadə etmirsiniz? Yəni ağlınız kəsmirmi? وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ. Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və ona qaydacaqlarını yəqin bilirlər. 45 və 46-cı ayətlərin şərhinə bir baxarıq. Deməli 45-də وَاتْلُبُوا الْعَوْنَ عَلَى كُلِّ أَحْوَالِكُمْ دِينِيَّ وَدُنْيَوِيَّ بِالصَّبْرِ وَالصَّلَاةِ الَّتِي تُقَرِّبُكُمْ إِلَى اللَّهِ وَتَصِلُكُمْ بِهِ فَيُعِينُكُمْ وَيَحْفَظُكُمْ وَيَذْهَبُ مَا بِكُمْ مِنْ ضُرٍّ وَإِنَّ الصَّلَاةَ لَشَقَّةٌ وَعَظِيمَةٌ إِلَّا عَلَى الْخَاضِعِينَ لِرَبِّهِمْ. Deməli, bütün dini və dünyavi işlərinizdə, yəni qarşılaşdığınız hər bir vəziyyətdə səbr etməklə və sizi Allaha yaxınlaşdıran, onunla bağlayan namazla kömək diləyin. Belə etsəniz, Allah sizə kömək edər, sizi qoruyar və sizdə olan çətinlikləri, zərəri aradan qaldırar. Həqiqətən namaz qılmaq Rəbbinə boyun əyib itaət edənlərdən başqalarına ağır və çətin gəlir. Yəni doğrudan da, yəni namaz qılmaq kimlərə ağır gəlir? Rəbbinə boyun əyib itaət edənlərdən başqa, yəni hamısına yəni ağır gəlir. Yəni ona görə insan Rəbbinə, yəni axirətə, qiyamətə inanmasa, tam yəqin iman gətirməsə və oradakı mükafatlara inanmasa, o çətin ki, o ibadətləri yerinə yetirsin. Nə üçün? İndi baxaq növbəti şərhdə ki, yəni onlar kimlərdir? Hansı ki, o kəslər ki, nədir, ibadəti sevirlər. Yəni ibadət onlara ağır gəlməz. 46-cı ayənin şərhində buyurur ki, وَذَلِكَ لِأَنَّهُمُ الَّذِينَ يُوقِنُونَ أَنَّهُمْ وَارِدُونَ عَلَى رَبِّهِمْ وَمُلَاقُوهُ يَوْمَ الْقِيَامَةِ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ لِيُجَازِيَهُمْ عَلَى أَعْمَالِهِمْ. Deyir ki, bu ona görədir ki, yəni nə? Yəni namazın onlara asan gəlməsi ona görədir ki, onlar qiyamət günü Rəbbinin huzuruna varacaqlarına və onunla qarşılaşacaqlarına, həmçinin əməllərinin qarşılığını,
yəni mükafat və ya cəzanı almaq üçün ona dönəcəklərinə tam yəqinliklə inanırlar. Bax, bu cür kəslərə namaz ağır gəlməz. Nə deməkdir bu? Yəni, daim axirəti yada salmaq lazımdır. Necə ki, qardaşlar, yəni sən bir kəsə desən ki, bir KAMAZ, yəni böyük bir yük maşınında olan daşları boşalt, əllə boşalt. O deyəcək ki, nəyin müqabilində? Sən müəyyən bir məbləğ deyəcəksən və o məbləğin müqabilində başlayacaq o işlərini görməyə, o ağır işləri görəcək. Niyə? Hər dəfə yorulanda tez-tez o veriləcək mükafat, veriləcək maaş, veriləcək o məbləği xatırlayır deyənə o hər yorulduqca işinə davam edir. Hətta o yorğunluq onun canından çıxacaq. Yəni yüksək məbləğdə sən ona bir mükafat təklif etsən, pul təklif etsən, yəni daha rəhimli davranıb, çünki Allah Subhanahu taalanın yəni misal çəkəndə uyğun, gözəl misal çəkmək lazımdır. Yəni daha rəhimli davranıb, yəni sən deyək ki, o maşını 100 manata hamı boşaldır, sən deyirsən mən 1000 manat verəcəm. Mən 10.000 manat verəcəm. Bəli qardaşlar, elə misal 10.000 manat verəcəm yerinə düşməlidir. Çünki biz Rəbbimizə uyğun misal çəkirik. Allah Subhanahu taala yəni qiymətsiz, yəni geniş bir mükafatı var. Heç biz bilmirik orada nə dərəcədə mükafatlar var. Yəni sən belə bir mükafatı kiməsə təklif eləsən, həqiqətən nəinki yorulduqca o zikr edər, heç ona ümumiyyətlə yorğunluq baş verməz ona, həmin kəsə. Niyə? Tez-tez o geniş, böyük bir məbləğdə olan mükafatı xatırlayacaq. O cəhətdən də nə deyir? Allah Subhanahu burada deyir ki, o kəslər yəni Rəbbinə qayıtmağı tez-tez xatırlayırlar. Və növbəti ayətdə gəlir ki, يا بني إسرائيل اذكروا نعمتي التي أنعمت عليكم وأني فضلتكم على العالمين. Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın. Bunun şərhinə baxaq. Burada qardaşlar diqqətli olaq ki, aləmlərdən üstün etdiklərimi. Yəni Yahudiləri aləmlərdə üstün etmişdi. İndi biri sual verə bilər ki, deməli onlar indi də üstündür. Cavab xeyr. Şərhə baxırıq. Ya əbnəy nəbiyyillah Yaqub, uzkuru ni'məti diniyyə və dünyaviyyətəlləti ən'amtu bihə aleykum. وَاذْكُرُوا أَنِّي فَضَّلْتُكُمْ عَلَى أَهْلِ زَمَانِكُمْ الْمُعَاصِرِينَ لَكُمْ بِالنُّبُوَّةِ وَالْمُلْكِ. Ey Allahın Peyğəmbəri Yaqubun övladları, sizə bəxş etdiyim dini və dünyavi nemətlərimi xatırlayın. Həmçinin xatırlayın ki, mən vaxtilə, bax indi yox ha, ümumiyyətlə vaxtilə Peyğəmbərlik və səltənət verməklə sizi öz dövrünüzün müasiri olan bütün insanlardan üstün etmişdim. Yəni nə vaxt? Öz devirlərində. Allah Teala onları üstün etmişdi. Lakin naşükürlük elədilər, peyğəmbərlərə itaət etmədilər və Allah Teala onları lənətlədi. Növbəti ayətdə وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ. Qorxun o gündən ki, o vaxt heç kəsə fayda verə bilməyəcək. Heç kəsdən şəfaət qəbul olunmayacaq. Heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir. Və şərhdə 48-ci ayənin şərhində وَجْعَلُوا بَيْنَكُمْ وَبَيْنَ عَذَابِ يَوْمِ الْقِيَامَةِ
vikayeten bi fi'lil evamiri ve terkil nevahi. Allahın əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə özünüzlə qiyamət gününün əzabı arasında bir sipər yaradın. Deməli, nə ilə? Əmrləri yerinə yetirməklə, qadağalardan çəkinməklə. Zəlikəl yevm əlləzi la tuğni fihi nefsun an nefsun şey'ə ولا تقبل فيه شفاعة أحد بدفع ضر أو جلب نفع إلا بإذن من الله إلا بإذن من الله ولا يؤخذ فداء ولو كان ملء الأرض ذهبا ولا ناصر لهم في ذلك اليوم فإذا لم ينفع شافع ولا